Dünya sirlerle doludur. En büyük sirlerden biri de öldükten sonra ne baş verdiğidir. Çok insan ruhlara inanır. Ruhlar ölülerin ruhlarıdır. Onlar dünyamızda kalırlar. Görünmez güvveler, geçmiş hayatların eks sedasıdırlar. Bazı insanlar ruhları gördüklerini değiller. Başkaları ise onların varlığını hissettiklerini değiller. Bu tecrübeler real olabilir mi? Yoksa bunlar sadece hayalımızın bize oyun oynamasıdır. Tarih boyu medeniyetler ruhlar hakkında hikayeler paylaşmışlar. Bu hikayeler nesilden nesle ötürülür. Korku, keder ve təəccüblə doludurlar. Ruhlar ideyası bizi valeh etmeye devam eder. Bu videoda ruhlar alemini araştıracağız. Onların varlığının əlamətlərinə bakacağız. Hem elmi, hem de paranormal delilleri araştıracağız. Ve ruhlar ve ahiret arasındaki derin əlaqəni araştıracağız. Bir ruhun mövcud olduğunu necə bilirik? Bəzən əlamətlər olur. Bu əlamətlər ince olabilir, hem de dramatik olabilirler. Onları görmek için dikkatli olmalıyız. Bir əlamət soyuq nöqtələrdir. Heç bir otağa girip qəfil soyuqluq hiss etmisinizmi? Bu, ruhun etraf mühitten enerji çekmesinin əlaməti olabilir. Ruhlar temperaturu manipulyasiya edebilirler. Başka bir əlamət ise izah olunmayan seslerdir. Bunlar pıçıldaşmalar, addım sesleri veya dövme sesleri olabilir. Ruhlar bizimle ünsiyet kurmaya çalışabilirler. Dikkatimizi çekmeye çalışabilirler. Eşyalar öz-özüne hareket edebilir. Kapılar açılıp bağlanabilir. Işıklar yanıp sönebilir. Bunlar ruhun fiziki dünya ile karşılıklı tesirinin əlamətləri olabilir. Ruhlar enerjileri ile eşyaları manipulyasiya edebilirler. Çok insan ruhlara inanır. Şəxsi təcrübələri olmuşdur. Bəs ruhların mövcudluğunu sübut edə bilərikmi? Qəti cavab yoxdur. Amma nəzərə alınmalı dəlillər var. Bəzi insanlar ruhları araşdırmaq üçün elmi alətlərdən istifadə edirlər. Elektromagnet sahələrini aşkar etmək üçün EMF sayğaclarından istifadə edirlər. Elektron səs hadisələrini qeyd etmək üçün EVP yazıcılarından istifadə edirlər. Bu alətlər ruhların varlığı hakkında ipuçları verebilir. Başkaları paranormal tədqiqat üsullarına etibar edirlər. Ruhlarla ünsiyet kurmak için çubuklardan istifadə edirlər. O biri tərəflə əlaqə saxlamaq üçün Ouija lövhələrindən istifadə edirlər. Bu üsullar əsrlər boyu istifadə olunub. Ruh görüntülərinin tarixi qeydləri də var. Bir çox köhnə binaların onlarla əlaqəli xəyal hekayələri var. Bu hekayələr zamanla danışılıb, təkrar danışılıb. Keçmişə nəzər salırlar. 4. bölmə, ahiret əlaqəsi, ölüm və ruh dünyası. Ölüm həyatın bir hissəsidir. Fiziki səyahətimizin sonudur. Bəs ruhumuza nə olur? Çoxları inanır ki, ruhlarımız varlığını davam etdirir. Başqa bir aləmə keçirlər. Bu aləm çox vaxt ahiret adlanır. Bəziləri inanır ki, ruhlar dünyamızla bağlı qalmağı seçə bilərlər. Tamamlanmamış işləri ola bilər. Sevdiklərinə nəzarət etmək istəyə bilərlər. Müəyyən yerlərə və ya əşyalara cəlb oluna bilərlər. Ruhlar axirətdən bizimlə ünsiyyət qurmağa çalışa bilərlər. Bizə işarələr göndərə bilərlər. Yuxularımızda görünə bilərlər. Bizə rəhbərlik etməyə və ya bizi qorumağa çalışa bilərlər. Ölüm və ruhlar aləmi arasındakı əlaqə mürəkkəbdir. Bu, heç vaxt tam başa düşə bilməyəcəyimiz bir sirdir. Amma araşdırmaq üçün maraqlı bir mövzudur. 5. bölmə. Nəticə, ruhların davamlı təsiri. Ruhlar əsrlər boyu xəyalımızı valeh edib. Onlara inansaq da, inanmasaq da, bizi valeh etməyə davam edirlər. Bizə xatırladırlar ki, bu dünyada tam başa düşmədiyimiz şeylər var. Ruhların öyrənilməsi bir çox suallar doğurur. Öldükdən sonra nə baş verir? Ruhlar realdır mı? Onlarla ünsiyyət qura bilərikmi? Bu sualların heç vaxt qəti cavabları olmaya bilər. Amma bir şey əmindir. Ruhlara inan bəzilərinə təsəlli verir. Ahiret üçün ümid verir. Bizə xatırladır ki, ölüm son deyil. Sadəcə başqa bir aləmə keçiddir.